Düşünün ki, elə bil ki, bir qazan suyu qoymusunuz qazın üstünə və ona xod vermisiniz, istilik vermisiniz. Nəticədə su başlayacaq buxarlanmağa. Ekvatorial ərazində elə bir düşüncə ilə yanaşın. Təsəvvür eləyin, ekvatorial əraziyə axı bol isti düşür. Bol isti olduğuna görə günəş vurur, orada olan su hövzəsini buxarlandırır və buxarlanan hava yuxarı qalxır. Bu zaman qalxan havanı yaratmış olur və qalxan hava yuxarıda toplanaraq bulud yaratmış olur, bulud formalaşdırır. Həmin o buludlar toplanır, yəni o buxarı alır, alır, alır və bulud doyandan sonra yağış formasında yer səthinə doğru yağmış olur. Və nəticədə orada kiçik dövran baş verir və ekvatorial ərazidə qalxan hava formalaşmış olur. Qalxan hava deməli buludu yaradır, yağıntını yaradır. Temperaturun sutkalıq amplitudu yüksək olmur. Uşaqlar, sutkalıq amplitud bulud olmayan yerlərdə yüksək olur. Aydın buludsuz hava olmayacaq, çünki